Bir qadının potensial olaraq edə biləcəyi günah hədsiz dərəcədədir. Məsələn, açıq-saçıq bir qadın küçəyə çıxdığı zaman ona baxan hər kişinin, oğlanın, o günahı qazanan hər kişi və gənc oğlanın qazandığı günah qədər dəftərinə günah yazılar. Bir qadın öz biədəb geyimi ilə axşama qədər neçə nəfər kişinin diqqətini çəkibsə, açıq-saçıqlığı ilə, qeyri-əxlaqi hərəkətləri ilə o qədər günah ona baxdığına görə kişilərə yazıldığı kimi, o toplam kişilərin dəftərinə yazılan günah qədər qadının dəftərinə də yazılar. Əxlaqsızlıq zina etmədiyi halda. Bir də adını sadaladığım o günahları edərsə, etdiyi günahların həddi-hüdudu yoxdur Allaha bəna. Öz namusunu qoruyaraq, oturuşunu, duruşunu bilərək yaşayan və evinin xaricindəki bir həyatı bilməyən xanımları axirətdə böyük sürprizlər gözləyir. Elvin Mürtəza Nuşəhri.